Uşaqlar, biz yenə dim toplusundan, 2025 dim toplusundan, elastik uç qüvvə sürtünmə qüvvəsindən başlıq olan dərsdən 61-63-cü suala baxacağıq. Nə deyir 61-də? Görürsünüz, dəmir lövhəyə 0,5 kq enmi 0,5 uşaqlar. 0,5 kq. Aşağı təsir edən normal F qüvvəmiz 5 Newtondur. Mühümüz 0,25'dir. Bizə deyir ki, uşaqlar, maqniti dəmirə sıxan, maqniti lövhəyə, bu lövhəyə, bu dəmir lövhəyə sıxan qüvvəni tapın. Biz burada nə görürük uşaqlar? Görürük ki, bu F qüvvəsi aşağıdır uşaqlar, F qüvvəsi aşağıdır və bu cismin, yəni özünün ağırlıq qüvvəsi haradır uşaqlar? Öz ağırlıq qüvvəsinin də istiqaməti aşağıdır. Ağırlıq qüvvəsi bilirik ki, mg'dir. Və uşaqlar, biz bilirik ki, sürtünmə həmişə nədir? Hərəkətin əksinədir. Sürtünmə qüvvəmiz də uşaqlar yuxarıda. F sürtünmə. Onda biz nə yaza bilərik uşaqlar? F, baxın görün burada nə dedi uşaqlar? Düz xətlə bərabər sol hərəkət dedi. Nə görür uşaqlar? F sürtünmə bərabərdir F plus mg yazıram və ya belə yazırıq uşaqlar. Okay, belə yazdıq F sürtünməmizi bu. Çünki düz xətlə bərabər sol hərəkət edir. Yəni aşağı təsir edən qüvvə və yuxarı təsir edən qüvvələr bərabər olur. Bildiniz? Çünki əvəzləyici qüvvəmiz 0 olması üçün. Burada uşaqlar, biz tapsaq F sürtünməmizi, F sürtünmə bərabərdir. F'imiz 5'dir uşaqlar. M'imiz də nədir uşaqlar? 0,5 ona vuranda o da 5 edir. O da bərabərdir 10 Newton. Okay. Biz bilirik ki, F sürtünməsinin özünün düsturu nədir uşaqlar? F sürtünmə bərabərdir mü n-ə. Bu uşaqlar n-ə bəzən təzyiq qüvvəsi də deyirlər, dayağın reaksiya qüvvəsi də deyirlər, fərqi yoxdur. Amma burada uşaqlar, burada bu n bu sıxan qüvvədir, bildiyiniz uşaqlar. Bu cismi dayağa, yəni bu dayağa, lövhəyə sıxan qüvvədir, okay? Ona görə biz burada n tapmamız lazımdır ki, n neçədir? Burada n tapmaq üçün F sürtünmə böl mü olur uşaqlar. O da 10 böl 0,25, o da bərabərdir nə oldu? 40 Newton oldu uşaqlar. Biz tapdıq cavabımızı Y bəndi. 62-də nə görürük bəs uşaqlar? 62 də oxşardır, amma biraz orada istiqamət fərqi var. 62-də nə deyir uşaqlar? Deyir ki, yuxarı gedir uşaqlar, yuxarı gedir. Onda biz nə görürük? Ağırlığımız aşağıdır uşaqlar, mg. Və plus uşaqlar, sürtünmə də buradır. Çünki sürtünmə hərəkətin nədir? Əksinədir. Onda belə yazırıq buradan. Bu hərəkət yuxarı olduğuna görə. Onda yazırıq F bərabərdir F sürtünmə plus mg. Buradan F sürtünməni tapsaq uşaqlar nə olur? F minus mg oldu. Elə deyilmi? Yerinə qoyub tapsaq F sürtünməmizi uşaqlar. F'imizi nə verib bizə? 10 verib uşaqlar. 10. Kütləmiz yenə nədir? 0,5. Ona vuranda 5 etdi. Verdi 5 Newton. Sürtünməmiz tapdıq uşaqlar 5 Newton. Yenə yuxarıda yazdığımız düstur kimi F bərabər nə idi uşaqlar? F sürtünmə bərabərdir mü n-ə. N nəyə bərabər uşaqlar? F sürtünmə böl mü. Uşaqlar 5'i də 0,25'ə bölündə neçə düşür? Siz bunu daha yaxşı bilirsiniz. 20 düşmüş olur. 20 Newton. Buradan da cevabımızı tapmış olduq. 20 Newton. Bu kadar uşaq.